Şimdi sağlıq, mən diyabet xəstəsiyəm. Məndə bu şəkər olur, bir də ayağımın altı çox vaxt key olur da. Şu ayağımın altı hissəsi. Şəkərim də bir də qalxır 500-ə. Ay Ondan maşallah. sonra 300-ə. Aşağı olanda 170, 180 belə. Aha. Bir də ürəyimdə mənim problem var. Aha. Deyirəm, başdan deyə bil dedin, dializ xəstəsiyəm. Çox sağ ol sualına görə. Ümumiyyətlə, olur. Mən elə verilişimizin əvvəlində dedim, elə insanlar var, orada xəstəliklər qarışıq olur. Həmi ürək xəstəliyi olur, həmi böyrək xəstəliyi olur, həmi əsəb xəstəliyi olur, həmi oynaq xəstəliyi olur, həmi zob xəstəliyi olur və yaxud da digər endokrin sistemin xəstəlikləri olur. Bütün hallarda xəstə belə mürəkkəb xəstələr tam müayinə olunmalıdır. Dializ xəstələri biraz fərqlidir. Dializ xəstələrinə hamı ehtiyatlı yanaşmalı. Çünki orada kreatinin qalxması ən çox qidaya bağlıdır. Mütləq mənada qidalanma düzgün olmalıdır. Maksimal dərəcədə qidalanmanı gözləyəndə bir də görürsən, aclıq fonunda xüsusilə görürsən, kreatinin xeyli düşür. Və digər yanaşı xəstəliklərlə dolanda mütləq orada ehtiyatlı olmalısın. Ona o baxımdan da deyirəm ki, yəni sizin kimi xəstələr mütləq müayinə olunmalıdır. Çünki o saydığın xəstələr hamısı bir yerdə bilmirsən. Məsələn, mənim üçün aydın deyil, kreatin nə qədərdir? O dializ, orada 800 də ola bilər, 1000 də ola bilər, 300 də ola bilər. Çox sağ olun, sualınıza görə nə aydın olmasa mənə zəng elərsiniz. Telefon nömrələrini görək. Bu nömrəyə zəng elin, mənə qoşulmaq üçün. Alo.